İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam edir. Bugün Tərtərdən Ağdərə və Ağdam rayonlarına növbəti köç yola salınıb. 40 ailə Həsənrizə, bir ailə isə Sarıcalıya qayıdıb. Bu barədə ətraflı məlumatı birbaşa bağlantıda əməkdaşımız Elnur Tofiq bizə çatdıracaq. Elnur, təəssüratlar necədir, sizdən eşidək. Bəli, azad torpaqlarımıza qayıdış müjdəsini sizinlə, tamaşaçılarımızla bölüşürük yenidən və torpaqlarımız azad olduqdan sonra artıq tikinti, quruculuq işləri start verildi azad ərazilərimizdə və böyük qayıdışın artıq şahidiyik və hazırda biz Tərtərdəyik. Vətən müharibəsi dövründə 17 mindən artıq mərmiyə hədəf olan, dağılan, yanan Tərtər bugün qürurlu günlərə şahiddir və Tərtərdən bugün azad Ağdərəmizin Həsənriz kəndinə daha 40 ailə yola salınır və bildirmək istəyirəm ki, Həsənriz kəndinə sayca 5-ci köçlükü gerçəkləşir və hazırdan operatorumuz Elmin İspəndiyarova sizə təqdim etdiyi bu görüntülər köçdüyümüzü qabartmaqla yanaşı və böyük qayıdışla məcburi köçkünlük həyatı başa çatmış insanların görüntüləridir və bugün 40 ailə, 146 nəfər əbədi olaraq doğma yurda qovuşacaq və bildirmək istəyirəm ki, bu köçdə daxil olmaqla Həsənriz kəndində artıq 130 ailə, 452 sakin məskunlaşmış olacaq və həmçinin bugün Ağdam rayonunun Sarıcalı kəndinə də bir ailə, 4 nəfər geri dönür və böyük qayıdışda digər yaşayış məntəqələrimizlə yanaşı Ağdərənin artıq 3-cü yaşayış məntəqəsidir ki, öz keçmiş məcburi köçkünləri, öz əzəli sakinlərini qəbul edir. Bunlar Suqovuşan qəsəbəsi, Talış kənd və Həsənriz kəndləridir. Həmçinin Ağdərə ilə yanaşı Şuşa, Zəngilan, Ağdam, Xocalı və digər yaşayış məntəqələrimizə də köçlər gerçəkləşdi və ötən həftə biz Ağdam rayonunun Kəngərli kəndindən görüntüləri sizə təqdim etdik və demək olar ki, mütəmadi olaraq artıq efirlərimizdə bu cür xəbərləri sizə çatdırmağa çalışırıq. Tikinti, quruculuq, bərpa işləri ilə yanaşı həmçinin böyük qayıdışın görüntülərini də sizə təqdim edirik və bildirmək istəyirəm ki, Həsənriz kəndi təmir bərpadan sonra sakinlərə təhvil verilir və orada yaşayacaq insanlar üçün bütün zəruri infrastruktur, həyat üçün lazım olan vacib infrastruktur yaradılıb və bugün də həmin köçün bir hissəsi gerçəkləşir. ASTV komandası olaraq bugün biz də doğma yurda qayıdacaq olan insanların fikirlərini, təəssüratlarını öyrənəcəyik. Yəqin ki, qarşıdakı xəbər saatlarının birində reportaj formasında sizə təqdim etmək imkanımız da olacaq. Tərtərdən mənim çatdırmaq istədiyim bunlardan ibarətdir. Sözü yenidən sizə veririk. Təşəkkür edirik Elnur sizə ətraflı